Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov həyat yoldaşına Bakı Apellyasiya Məhkəməsində uduzsa da ona aid əşyaları hələ də geri qaytarmayıb. Bunu teleqrafa açıqlamasında Pənahovun gəlini bildirib. Qarşı tərəfin növbəti instansiya məhkəməsinə müraciət etmək üçün vaxtı var. Yəqin ki, əşyalarımı geri qaytaracaqlar. Bildiyim qədərilə qarşı tərəf məhkəmədə uduzduğu üçün vəkilini də dəyişib. Həyat yoldaşından təhdidlər aldığı üçün onu telefonda əngəllədiyini bildirən Pənahova əlavə edib ki, ortada uşaq da yoxdur, mülk bölgüsüdür. Nə onların imarətini istəyirəm, nə də maşınlarını. Mən öz şəxsi əşyalarımı, qızıllarımı, cehizlərimi istəyirəm. Əşyalarım Bakıdadır, Məzahir Pənahov da, bizim yaşadığımız villada, Amerikada, birgə yaşadığımız Los Angelesdə ancaq 2 çamadanım qalıb. Geyimləri də onlara hədiyyə edirəm. Heç olmasa qızıllarımı qaytarsınlar. Orada sadəcə onların mənə toyda hədiyyə etdikləri qızıllar deyil ki, mənim özümün, ailəmin də bağışladığı zinət əşyaları da var. Bu ailə oğrudur. Onlara mənim qızıllarım lazımdır. Məzahir Pənahovun milyonları, hər ölkədə imarətləri var. Qeyd edək ki, ötən ay Bakı Apellyasiya Məhkəməsi Məhəmməd Pənahovun xanımına aid 300 min manat dəyərində olan əşyaları geri qaytarmasına dair yekun qərar çıxarıb.